Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 7 Nisan 2026 Salı. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünkü notların başlıkları bile insanı germeye yetiyor. Dün tam da İran-ABD geriliminden ve kurtarılan o Amerikalı askerden bahsederken bugün sular daha da ısınmış anlaşılan. İlk haberin bu konuyla ilgili. Bəli Özlem, təəssüf ki, vəziyyət daha da gərginləşib. Azadlıq.org-un xəbərinə görə, ABŞ və İsrail silahlı qüvvələri İranın Xarq neft adasına və başqa hərbi hədəflərə birgə hava zərbələri indirib. İranın da buna cavab olaraq İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket və dronlarla hücum etdiyi bildirilir. Bir dakika, zərbələr dedin, darbeler gibi mi anlamalıyım? Tam olaraq, hava hücumları vuruşlar mənasında, yəni hava saldırıları düzənləmişlər. Anladım. Bu saldırılarla birlikte notlarında Hürmüz Boğazı'ndaki gerginlikten ve petrol fiyatlarından da bahsetmişsin. Sanırım ikisi birbiriyle doğrudan bağlantılı. Əlbəttə, ABŞ-ın Hörmüz boğazının açılması üçün İrana verdiyi müddət sona yaxınlaşır. Bu boğaz, dünya neft ticarətinin az qala 1/3-nin keçdiyi yerdir. Oradakı gərginlik birbaşa dünya birjalarında neftin qiymətini bahalaşdırır. Bu xəbərlərin hamısının mənbəyi azadlıq.org-dur, onu da qeyd edim. Bu orqan daha müxalif mövqe ilə tanınır. Anladım. Zaten bu haberleri okuyunca insanın içi kararıyor. Bölgedeki bir başka sıcak gelişme de İstanbul'dan. İsrail Başkonsolosluğu yakınlarında bir çatışma yaşanmış. Bəli, bu da azadlıq.org-un xəbəridir. İstanbulda yerləşən İsrail Başkonsulluğu yaxınlığında silahlı atışma baş verib. Hadisə nəticəsində həyatını itirənlərin olduğu deyilir. Yaxşı ki, konsulluq binası 2 ildən çoxdur bağlı olduğu üçün içəridə əməkdaşların olmadığı düşünülür. Bu kadar dış gündemden sonra biraz da Azerbaycan'ın iç meselelerine bakalım notlardan. Avrupa İnsan Hakları Mahkemesi, gazeteci Hatice İsmail davasında bir karar vermiş. Bəli, Avropa Məhkəməsi araşdırmacı jurnalist Xədicə İsmailin şikayəti üzrə qərar verib. Qərara görə Azərbaycan hökuməti jurnalistin əvvəlki məhkumluğu ilə bağlı hüquqlarının pozulması səbəbilə ona 12.000 avro təzminat ödəməlidir. Məhkumluğu ne demek Ali? Mahkumiyeti mi? Bəli, tamamilə doğrudur. Onun keçmişdə məhkum edilməsi, yəni aldığı cəza ilə bağlı bir pozuntu olduğuna qərar veriblər. Anlaşıldı. Notlarında bir de Sumgayıt'ta bir hicap tartışması yaşandığı yazıyor. Okula başörtülü öğrencilerin alınmadığı iddia edilmiş. Bəli, Sumqayıt şəhərindəki bir orta məktəbdə hicablı şagirdlərin dərsə buraxılmadığı iddia olunur. Bu hadisə Azərbaycanda məktəblərdəki geyim qaydaları və dini azadlıqlar mövzusunu yenidən gündəmə gətirib. Bu konu her yerde hassas bir konu. Bir de Ermenistan'da seçim heyecanı var galiba. Eski Cumhurbaşkanı'nın partisi seçime tek başına girme kararı almış. Bəli, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası iyun ayındakı parlament seçkilərində heç bir ittifaqa qoşulmayacağını açıqlayıb. Anladım. Siyasette sular orada da hareketli. Ali, bugünkü yoğun gündem için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.